İndi biri deyir ki, mən özüm üçün yaşayacağım. Özün üçün yaşamağının nə mənası var ki? Siz bütün tarixdə özü üçün yaşayan bir böyüklük gördünüzmü? Yox. Qandhi böyük ola bilməz söz üçün yaşasın. Ha, insanın ölçüsü onun qanadının altına nə qədər adam yığılır o ilə ölçülür. Ailəsi, obası, qohumları, vətəni. Kişilər böyüdükcə məsuliyyəti ilə böyüyürlər. Qadınlar da həmçinin. Ya məsuliyyəti böyüməyən adamın nəyi böyükdür ki? Hə, özün üçün yaşa, get istirahət elə, get keyf elə, get özünə pul xərclə. Bu o qədər kiçik bir epizoddur ki insan həyatında. İndi bunu şişirtməyə çalışırlar. Demirəm insan özü üçün bir şeylər eləməsin, amma bu çox kiçik epizod olaraq qalmalıdır. Sənin xidmətin göstərəcək. Bir də sizə bir şey söyləyim. Bunu bütün dinlər deyibdi. İnsan ya ali həqiqətə xidmət eləyəcək, ya da öz nəfsinə xidmət eləyəcək. Üçüncü yol yoxdur. Mən üçüncü yolda olan adam görmədim yer üzündə. Bu adam ya həqiqətə xidmət eləyəcək, insanlığa xidmət eləyəcək, xidmətdə olacaq, ya da insan öz nəfsinin qulu olacaq. Öz nəfsini doyuzdurmaq üçün il boyu işləyəcək ki, bir para toplasın, getsin, gəzsin haransa, sonra gəlib onun kreditini ödəsin. Getsin bir ki, otellərdə, 5 ulduzlarda keyf çəksin, sonra gəlsin o. Mən nə üçün yaşayıram deyir. Sənin bütün ömrün buna sərf oluna bilər, amma bu ömür puçdur. Bir kənardan bunu dəstəkləyənlər də var. Gedin, gəzin, keyf eləyin. Bu hamısı turizm sektorunun pulunu artırmaq üçün.